Bizim Səda başladı deyə ekran başına toplaşan hər kəsin günü uğurlu, ovqatı xoş olsun. Maraqlı olduğu qədər baxımlı sujetlərimizlə yenə də qarşınızdayıq. Gözünüz, qulağınız bizdə olsun. Beləliklə, diqqət ekranlara. Deyirəm, axtarsaq həyatımızda demək olar ki, hər hadisəyə uyğun bir ata kəlamı mütləq taparıq. Maraqlısı da odur ki, əsrlər öncə söylənilən bu sözlər hələ də öz aktuallığını itirmir. Bəs görəsən nədədir bunun sirri? Bax elə bizim Nurlan da çox yaşayan yox, çox gəzən çox bilər ata kəlamını özünə rəhbər tutaraq səyahətə çıxıb. Deyirəm ay Nurlan, onsuz da səndən yerin üstündəki qədər altında da var. El arasında çox bilmişlərə belə demirlər bəyən. Yaxşı, zarafat elədim. Birdən inciyib eləyərsən ha. Sözün açığı Nurlan bu yaxınlarda çox maraqlı bir səyahətdən qayıdıb. Özü də necə deyərlər, əli dolu. Jurnalistin sovqatı da nə ola bilər axı? Təbii ki, maraqlı sujetləri. Öz aramızdır. Nurlan da elə-belə yerdən gəlməyib ha, adadan. Həm də adı dillər əzbəri olan Nargin adasından. Bakı körfəzindəki Böyük Zirə, Nargin adası paytaxtdan cəmi 10-11 kilometr aralıda yerləşir. Rus çarı 1. Pyotrun dövründə verilən Nargin adı 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yenidən əvvəlki adı ilə Böyük Zirə adlandırıldı. Maraqlısı odur ki, 20-ci əsrin əvvəllərində bu ada əsl gedər-gəlməz idi. 1-ci Dünya müharibəsində Türk cəbhəsində ruslara əsir düşən əskərlər Nargin adasında saxlanılıb və işgəncələrə məruz qalıblar. Nargin daha sonra Sovet hökumətinin repressiya qurbanlarının son mənzili oldu. 1914-cü ilə qədər deməli orada yalnız bir neçə gəmilərin müşayiəti üçün mayaqlar var idi. Və ondan sonra deməli orada müəyyən baraklar tikilmişdi və Bakıda deyək ki, islah olunacaq insanlar üçün bir neçə barak, yəni cəmi 4-5 barak var idi ki, orada yəni bu həbsxana funksiyalarını yerinə yetirirdi. Birinci Dünya Savaşı başlananda həmən o ki, Azərbaycanlıların ki, həbs düşərgəsi hesab olunan 4-5 barakdan ibarət olan həmən düşərgədə Qafqaz canişinliyi deməli baraklar tikdirdi. Niyə? Çünki türk əsirlərinin sayı həddən artıq çox idi. Adanın strateji əhəmiyyəti də çox böyükdür. Sovet hökuməti dövründə adada ittifaqın hərbi hissəsi və postları olub. Bu hərbi hissələrdə 1990-cı ilə qədər matroslar xidmət edib. Bu bina adadakı uşaq bağçasının qalıqlarıdır. Ümumiyyətlə isə Sovet hökuməti dövründə adada hərbiçilər üçün şəhərcik, uşaq bağçası, məktəb, klub, bir sözlə hər şey olub. Hazırda isə bura sözün əsl mənasında xarabalığa çevrilir. Ümumi xarabalıq mənzərəsini isə gəmi qəbirstanlığı tamamlayır. Ölkə ərazisində yeganə gəmi qəbirstanlığı məhz Nargin adasındadır. Adada ən çox diqqət çəkən isə gəmi qəbirstanlığıdır. Bu qəbirstanlıqda 15-ə qədər gəmi var. 1960, 70, 80-ci illərdə istifadəyə yararsız gəmiləri məhz gətirib Nargin adasında batırırdılar. Qəbirstanlıqdakı gəmilərin əksəriyyəti hərbi gəmilərdir. Batırılan gəmilərin bəziləri aşınma nəticəsində tamamilə məhv olub. Gəmi qəbirstanlığında hərbi gəmilərlə yanaşı 3 mülki gəmi var. Onlardan biri yerqazan gəmidir. Digər bir gəmi isə su daşıyan gəmidir. Bildiyimə görə ki, bu Azərbaycan müstəqillik oldu, dövlət kimi, müstəqillik dövlət kimi olana qalmasın da bizə. Bu gəmilərdən deməli bizdə hal-hazırda bir dənəsi var da. KVN, Karabuly Воздушного Наблюдения. 2 dənədir bundan, yan-bayan yanırlar. Obrisi? Obrisi de o yanda yan üstü olan SKR-dir. O üstü kəsilmiş gəmi SKR-dir. O yanda Babazadədir. Bu BTŞ-kadır. Akşin Osmanov uzun müddət Sovet hökumətində zabit olub. Hazırda o adadakı mayaka nəzarət edir. Hansı ki bu mayak 1884-cü ildə tikilib. İllərdir ki o gəmilərə yol göstərir və adadakı hadisələrə şahid olub. Əvvəllər normal yaşayış olan adada indi ilanlar məskən salıb. Tarixi mənbələrə görə vaxtilə türk əsirləri, həmçinin repressiya qurbanlarının bəziləri bu adada məhz ilan sacmasından ölüb. Axı Nargin adası həm də ilanları ilə məşhurdur. Havalar soyuq olduğu üçün qarşımıza ilan çıxmasa da ilan qabıqlarını addımbaşı müşahidə etdik.
Adada yaşıllıq demək olar ki, yoxdur. Yalnız bir əncir və bir neçə zeytun ağacı var. Lakin yaxın gələcəkdə adanın Bakı arxipelaqının, həmçinin Azərbaycanın ən gözəl turizm şəhərciyinə çevriləcəyi gözlənilir. Böyük Zirə, Narjin adasına səfərimiz başa çatdı. İnanın ki, ən xoş təəssüratlarla ayrıldıq. Artıq istiqamət Bakıdır. Nurlan Vilayətoğlu, Rahim Mustafayev, Lider TV. Göndərdim. Rəfiqəm Aysel yazmışdı, ona cavab göndərdim. Deyirəm, bu yazışma olmasa insanlar bir-birindən uzaqlaşar, əlaqələr də soyuyar. Şükür ki, indi xəbərləşməkdən, bir-birindən hal-əhval tutmaqdan asan iş yoxdur. Bir SMS-dir onun canı. O olmasa neyniyərdik? Doğrudan da görəsən bu sosial şəbəkələr bir yana, telefon, SMS, teleqraf olmayan zamanlarda insanlar neyniyirmiş? Təbii ki, məktublaşırmış. Elə indi də bu ənənəyə sadiq qalanları Vüqarın materialından gördünüz. Yadımdadır ki, dayım əskərlikdə olanda həmişə anama məktub yazardı. Bu məktublarda daha çox diqqətimi çəkəni isə onun üzərinə vurulan müxtəlif rəsimli markalar olardı. Nə üçün marka vurardılar? Ümumiyyətlə, markaların mənası və seçilməsi hansı anlamı verirdi? Bunlar o vaxt məni bir o qədər maraqlandırmazdı. Amma indi bu mövzunu araşdıran və marka toplayan insanlardan, süjet hazırlayan Fidandan xahiş etmişəm ki, araşdırmasında məni maraqlandıran bütün suallara cavab tapsın. Poçt markaları yarandığı gündən insanların ünsiyyət saxlaması üçün sərhəd tanımayan gözəl vasitə olub. Markanın əhəmiyyəti çox böyükdür, çünki onun sayəsində həm dünyanı öyrənmək, həm də ölkəmizi beynəlxalq müstəvidə tanıtmaq mümkündür. Markaları toplayıb kolleksiya halına gətirənlərə filatelist deyilir. Dünya filateliya tarixi Böyük Britaniyada 1840-cı ilin may ayında dövrəyə buraxılmış qara peni və göy 2 penislik poçt markaları ilə başlayır. Azərbaycan poçt markasının tarixinə gəlincə, İlk Azərbaycan markaları 1919-cu il oktyabrın 21-də dövrəyə buraxılıb. Bildiyimiz kimi Azərbaycan Xalq Cümhuriyyətinin birinci poçt markaları buraxılışıdır. 10 markadan ibarət, gözəl orijinal markalardan ibarət belə bir seriya dövrəyə buraxılmışdır. İkinci buraxılış 1921-ci ildə baş verib. Sovet dövründə Azərbaycan SSR-in tərkibində olaraq özü müstəqil poçt dövrəsinə malik olmayıb və Azərbaycan SSR-in ərazisində SSR poçt markaları işləyib və bu poçt markaların içərisində xeyli miqdarda Azərbaycana əsr olunmuş süjetlər də vardır. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə ilk poçt markası 1992-ci ildə dövrəyə buraxılıb. O vaxtdan indiyə kimi Respublikamızın bugünə qədər keçdiyi inkişaf mərhələlərini özündə əks etdirən müxtəlif məzmunlu markalar tərtib olunur. Filateliyada markaların dəyərlənməsi 3 sinifə bölünür. Super keyfiyyət, ona 2 ulduz deyirlər. Yəni, əla bir vəziyyətdə. O poçt markası heç bir şey toxunulmayıb, əzilməyib, cızılmayıb, heç bir ləkəsi yoxdur, gözəl vəziyyətdədir. Bu kriteriya ən yüksək kriteriya sayılır. İkinci poçt markaları 1 ulduz, yaxşı keyfiyyət 1 ulduz kriteriyası iləndir. Bu kriteriyaya daxildir köhnə markalar. Bir də qalır axırıncı kriteriya, poçt dövrəsini keçən markalar. Onlar təmiz markalardan qat-qat ucuz olur. Müasir dövrdə çox adam yanlış olaraq markanın dəyərini itirdiyini düşünür. Axı demək olar ki, hər kəsin elektron poçt ünvanı var. Ancaq dövlət qurumları, rəsmi orqanlar yazışmalarını məktub vasitəsilə həyata keçirir və bu məktubun dəyəri marka ilə ölçülür. Bu cür markaların toplanılması isə çox vaxt aparır. Azərbaycan Filatelistlər İttifaqı Azərmarka şirkəti ilə əməkdaşlıq edərək filatelistləri poçt markaları, kataloqlar və digər materiallarla təmin edir. Azərbaycan filatelistlərin bir neçə maraqlı istiqamətləri var. Bunlar deməli 2 yerə bölünür. Poçt tarixi, bir də tematik filateliya. Tematik filateliya insanların maraq dairəsinə görə formalaşır. Burada idman, fauna, flora, daxili şəxsiyyətlər, kosmos, futbol, Antarktika və digər mövzular var. Bu mövzular üzrə filatelistlər dünyadan olan poçt markalarını toplayırlar, onları deməli təhqiq edirlər. Professional filatelist olmaq elə də asan deyil. Bunun üçün çoxlu mütaliə etmək və dövrümüzün zəngin poçt tarixini dərin bilmək lazımdır. Elə 45 yaşlı filatelist İlqar bəy kimi o uşaqlıqdan markalara maraq göstərib. Hazırda professional filatelist olmasında ailəsinin dəstəyi də böyük rol oynayıb. Onun fikrincə əsl filatelistin konkret mövzusu olmalıdır. Topladığı poçt markalarını tədqiq etməlidir. Bu baxımdan İlqar bəy Azərbaycan poçt dövrəsi tarixindən səhifələr 1919-1923-cü illər eksponatına görə xatirə qızıl medalı ilə təltif olunub. Mənim əsas mövzum Azərbaycandır. Ümumiliklə kolleksiya
yönündən baxanda mən Azərbaycana əhatə edirdim mənim temam, mövzum. Və Azərbaycan deyəndə bugünkü coğrafi Azərbaycanın mən nəzərdə tutmuram, tarixi Azərbaycanın ərazilərini nəzərdə tuturam. Həm Cənubi Azərbaycandır, həm bugünkü müasir Azərbaycanımızdır, tarixi Azərbaycan ərazilərimizdir. Məni maraqlandıran mövzu budur. Onunla əlaqədar olaraq çeşidli kolleksiya var. Onlardan da biri filateliyadır. İlqar bəy üçün kolleksiyasında yer alan markaların nə sayı, nə də ki keyfiyyəti bir o qədər də önəmli deyil. Onu əsas maraqlandıran kolleksiyasını tamamlamaq üçün çatışmayan nüsxəni tapmaqdır. O, poçt markalarını şəxsi əlaqələr vasitəsilə və həracların əldə etdiyini deyir. Nüsxələr haqqında dəqiq məlumatları isə mütaliə edərək öyrənir. Kolleksionerlər əslində bir neçə yerə bölünürlər tipaj olaraq. Məsələn, təbii ki, mən hansı bir nadir marka haqqında xəbərim var dünya üzrə. Mənim mövzum olmadığına görə mən ona yaxın durmuram və yaxud almıram. Amma enerji kolleksionerlər var ki, alırlar və onu kolleksiyasına qoymamaq məqsədi ilə almır. Ya sabah özünün kolleksiyada çatışmayan bir marka olan zaman onda onu dəyişir, mübadiləsi üçün eləyir. Mən o formada yanaşmıram. İlqar bəyin markalardan əlavə poçt açıqçalarından ibarət kolleksiyası da var. Bu açıqçalar Azərbaycan tarixini, etnografiyasını, milli adət-ənənəsini təcəssüm etdirir. Poçtun nə olduğunu bilməyə lazımdır. Poçtun tarixinin nə olduğunu deməyə lazımdır. Nəyə görə zərfdir? Nəyə görə zərfə 2 dənə möhür vurulur? Nəyə görə marka çap olunur? Nəyə görə marka var öldürülür? Marka əslində bir pulun bir formasıdır. Bugünkü bizim istifadə etdiyimiz pulun bir formasıdır. Onun da poçt puludur əslində. İlk baxışdan filateliya asan görünsə də əslində çox dərin məna daşıyır. O, uşaqların dünya görüşünü formalaşmasında da böyük rol oynayır. Çünki dövlət atributu sayılan poçt markaları üzərində dahi şəxsiyyətlərdən tutmuş təbiət mənzərələrini, müharibələri, siyasi hadisələri, iqlim dəyişikliklərini və s. əks etdirir. Buna görə də poçt dövriyyəsi eksponatlarının, yəni markaların qorunub saxlanılması üçün hər bir vətəndaş səy göstərməlidir. Fidan Əl-Heydər, Ceyhun Mustafayev, Lider TV. Rus çarı 2. Nikolayın yeganə oğul övladının zadəgan azarı adlandırılan nadir qan xəstəliyindən əziyyət çəkdiyi barədə yəqin ki, eşitmisiniz. Xəstənin anadan gəlmə olaraq genindən gələn bu xəstəliyinin daşıyıcıları müəyyən nəslin qadınları olsa da, yoluxanlar daha çox kişilər olub. Bu azardan bir çox tarixi şəxsiyyətlər, o cümlədən necə deyərlər, mavi qan daşıyıcıları, yəni kraliyyət ailələrinin təmsilçiləri əziyyət çəkiblər. Bu faktı ilk eşidəndə mənə çox qəribə gəlmişdi. Bu barədə gələcək verilişlərimizdə daha geniş söhbət açacağıq. Bugün isə Elmira bizə digər spesifik xəstəlikdən bəhs edəcək. Hansından? Model xəstəliyindən. Birinci dəfə eşidirsiniz, elə isə yaxın oturun. Buyur Elmira, qulağımız necə deyərlər, səndədir. Əsrlər boyu xanımlar incə görünmək üçün müxtəlif üsullardan istifadə ediblər. Buna misal olaraq idman və artıq çəkidən qurtulmaq üçün saxlanılan pəhrizləri göstərə bilərik. Hamı çəkisinin az olmasını istəyir. Bunun üçün yeməkdən imtina edənlər də var. Amma sonradan yaranan iştahsızlıq mütəmadi hal aldıqda təhlükəli psixoloji xəstəlik olan anoreksiyaya çevrilə bilir. 60-cı illərdə sırf moda və model aləminə xas bir xəstəlik olan anoreksiya sözünün mənası da elə anormal çəki deməkdir. Bu, tam ya da qismən qidadan imtina zamanı baş verir. Müasir dövrdə arıqsansa, yaxşı görünürsən stereotipi isə bu xəstəliyin geniş yayılmasına bir növ rəvac verir. Onlara elə gəlir ki, onlar kökdür, arıqlamalıdır. Hətta ata-anası onu məcbur yedizdirəndə belə gedir tualetə, vanın otağına, barmağını salır ağzına, qusur. Mən artıq yemişəm, o artıq yemək mənim kökəlməyimə səbəb ola bilər. Hətta insanın çəkisi, normal boyu olan adamın çəkisi 37-40 kiloqrama çatır, o sakitləşmir. Yenə də deyir, mən arıqlamalıyam. Bu, bilavasitə psixiki pozunluqdan xəbər verir. Belə adamları stasionar şəraitində müalicə eləmək lazımdır. Əgər müalicə olunmursa, onların aqibəti çox pis olur. Yəni, tələf olurlar aclıqdan. Anoreksiya daha çox pəhrizdən sonra yaranan bir xəstəlikdir. Müasir dövrdə sıravi insanlarda da özünü göstərir. Bu xəstəlikdən əziyyət çəkənlər isə əsasən müğənnilər, kinolduzlar, modellər, bir sözlə desək, daim gündəmdə olan məşhurlardır. Model biznesi ilə məşğul olanlar bildirirlər ki, pəhrizində ifrata varan modellər kifayət qədərdir. Onlar daim formada olmaq düşüncəsi ilə yaşayırlar. O, əsasən belə deyim də, top modellərdə belə şeylər olur. Çünki onlar podiumda çıxırlar. Onların boyları arıq görünməlidir. Yəni, belə deyək də,
5 ildə kimi olmalılar. Onlar ancaq geyim nümayiş elətdirirlər. Onlar da çox vacibdir bu. Bu çəki arıq olmasa onlar heç vaxt müxtəlif podiumlara çıxa bilməzlər və s. Düzdür, çox arıqlayırlar və s. Yəni bu incəsənət bilədiyinə qurban tələb edir də. Amma onlar özlərində fikirləşməlidirlər. Yəni boy çəkini həmişə tamamlamalıdır. Həmin tamamdan aşağı keçərək təbii ki, xəstəliklər baş verəcək. Səbinə Əhmədova modeldir. 1.70 boyu, 45 kilo çəkisi var. Formada olmasına baxmayaraq həmişə arıqlamaq fikri ilə yaşayır. Sonuncu dəfə nə vaxt iştahla yemək yediyini isə qətiyyən xatırlamır. Model olduğum üçün formada yanmalıyam. Yəni özümü biraz yeməyə qarşı saxlamalıyam və yeməyə diqqət edirəm. Ümumiyyətlə çörəyi tamamilə yoxsturmuşam. Yağlı yeməkləri biraz azaltmışam. 6-dan sonra da demək olar ki, yemək istifadə eləmir. Anoreksiya kişilərlə müqayisədə gənc xanımlarda daha çox rast gəlinir. Psixoloqlar bu xəstəliyin kökündə bir neçə amilin durduğunu deyirlər. Ən birinci bəlkə də ən çox yaranan ailədə yaxşı ab-hava olmaması. İkinci anoreksiyanın səbəbi qida. Yəni qida necə? Uşaqlıqda uşağı o qədər yedizdirirlər. Yəni bu bizim hər ananın məxsus şeydir ki, uşaq acı qalması və uşaqda qidaya qarşı nifrət hissləri. Məcbur olur özünü saxlamaq. Yəni hər dəfə o qida yemək qəbul elədikcə ona əks olaraq ürək bulanmasına gətirib çıxardır və bu qidaya qarşı nifrət oyanır. Üçüncü qız uşağının hansı ki, yenə dediyim kimi, yenə 20 yaşında öz bədənindən narazılıq qalmağı. Yəni özünə çox aşağı qiymət verməsi. Anoreksiyanın müalicəsində ən ciddi problemlərdən biri də xəstənin buna ehtiyac duymamasıdır. Belə ki, onlar öz vəziyyətlərini xəstəlik kimi qiymətləndirmirlər. Anoreksik xəstələr yağlı qidadan qorxurlar, yağlı yeməkdən qorxurlar və bir zaman sonra isə hətta bitkilərdən belə imtina edirlər. Çünki yəni burada etap-etap gedir, fazalarla gedir ki, ilk öncə yağlı qidadan imtina edirlər, daha sonra hətta bitkisel qidalardan belə imtina edirlər ki, bu qidalar onları kökəldə bilər fikri ilə. Və ona görə bu qidaları yavaş-yavaş rationa salaraq və birgə işbirliyi nəticəsində düşünürəm ki, müsbət nəticələr ala bilər. Mütləq səhər yeməyi yemək lazımdır. Günə sağlam başlamaq lazımdır ki, gün ərzində sizin göndərdiyiniz qidanı bədəniniz yandırsın, yəni o kaloriləri yandırsın. Səhər yeməyi yeməyə başlasınız, hər gün yarım saat 40 dəqiqə fiziki aktiviniz olsa, su içsəniz və sıx-sıx az-az yesəniz, inandırım sizə ki, nə çəki probleminiz olmaz, nə də ki, daha sonra anoreksiya kimi bir hallarla qarşılaşmazsınız. Miss Chicago seçilən Valeriya Levitina hazırda cəmi 25 kilodur. 1.72 cm boyu olan Levitina daha gözəl görünmək üçün pəhrizə başladıqdan sonra anoreksiya xəstəliyinə tutulur. Atdığı bu addım isə ona gəzən meyit tutulunu qazandırıb. Belə insanlar iştahsızlıq ucbatına yemək yeyə bilmədikləri üçün süni yolla qidalanmaq məcburiyyətində qalırlar. Bəli, ifrat gözəl görmək istəyənin nəticəsi bu cür olur. Amma unutmayın ki, gözəl olmaq nə qədər xoşdursa, sağlamlıq ən böyük gözəllikdir. Elmira Manatlı, Nurlan Şahbazov, Lider TV. Azərbaycanın milli mətbəxi çox zəngindir. Bunu təkrar etməyə ehtiyac yoxdur. Elə indi də sizə bir yemək haqqında danışacağım. Bu yeməyin adı istidir. Yox, yemək isti deyil, adı istidir. Yəqin ki, əksəriyyətiniz heç belə də yemək adı olar deyəcəksiniz. Amma var. Çünki özüm şəxsən bu yeməyin dadına baxmışam. Harda? Rayonlarımızdan birində qonaq olarkən. Elə mən də bu yeməyin adını eşidəndə sizin kimi təəccüblənmişdim. Sizcə bu hansı yemək olsa yaxşıdır? Ərişdə şorbası. Əsasən də bu vaxtlar, yəni soyuqlar düşəndə bişirilib elə isti-istidə yeyilən yeməyin adı buradan götürülür. Elə bu da bizim dədə-baba yeməyimiz hesab olunur. Özü də daha çox bunu güclü soyuq dəymə zamanı və bir də soyuqdan qorunmaq üçün yeyirlər. Çünki bu isti adamın canını necə deyərlər, əməlli başlı istidir. Maraqlıdır, görəsən, qışda qızınmaq üçün başqa nə yemək olar? Heç bu barədə düşünməmişdim. Amma Fidan düşünüb. Hətta bu barədə süjet də hazırlayıb. Nə vaxt ki, qış gəldi, özü ilə bərabər şaxtalı soyuq havasını da gətirdi. Bu soyuq günlərdə canımızı az da olsa qızdırmaq üçün necə deyərlər, altdan geyinib üstdən qıfıllandırıq. Ancaq soyuqda qidaya da ən azı geyim qədər diqqət yetirilməlidir. Çünki elə insanlar var ki, əyinlərini nə qədər qalın etsələr də yenə üşüyürlər. Elə mənim kimi desəm heç yanılmaram.
olun. Əgər siz də mənim kimi çox üşüyənsizsə, sizə isti şokolad məsləhət görərdim. Çünki bu içki bədən hərarətini artırır. Ta ata-babadan tut və üzüm doşabı başda olmaqla bütün doşab növləri soyuq dəymənin dərmanı hesab olunur. Odur ki, bədəninizin soyuğa qarşı müqavimətini artırmaq istəyirsinizsə, səhərlər evdən çıxmazdan öncə yarım çay stəkanı doşab için. Bədənimizi, özümüzü isitmək üçün, yəni immun sistemimizi möhkəmləndirmək üçün kalorisi yüksək olan qidalardan istifadə edə bilərik. Yəni, burada meyvələrdir. Birinci növbədə hansı meyvələr? Buradan deyək, bax, banandır. Qış mövsümündə deyək də üzümdür, belə deyək, portaxaldır, vitamin C ilə zəngin olan meyvələrdir bunlar. Sonra kinkandır, mandarindir, ananasdır. Bu kimi subtropik qidalar, yəni tərkibi vitamin C ilə zəngin olan meyvələrdən istifadə edə bilərik. Hansı ki, bunlar daha çox kilosu çox olan insanlara bunların verilməsi bir balaca sual altında ola bilir. Ət yeməyi sevənlər sevinə bilər. Çünki həkimlər qırmızı ət istehlakının artırılmasını vacib bilirlər. Yox, əgər siz mən ət yemirəm deyənlərdənsinizsə narahat olmayın. İmmuniteti qaldırmaq üçün balıq da yeyə bilərsiniz. Axı, balıq omega 3 mənbəyi sayılan çox dəyərli qidadır. Buna görə də yaxşı olar ki, qışda həftədə 1-2 dəfə balıq yeyəsiniz. Bundan sonra lobya, noxud kimi paxlallar enerji verən quru meyvələr də bədənin istilik tarazlığını qoruyur. Xüsusilə də quru üzüm və qaysı. Zulanla zəngin yumurta da üşüməyinizə əngəl olan nemətlərin başında gəlir. Məsəl üçün doşab, yəni çox şirin, təbii şirinlər ki, insanın isti saxlayır zaten. Ən yaxşı xəmir xörəkləri qış aylarında yemək. Ancaq sulu yeməklər məncə daha çox istidir, saxlayır. Mənə elə gəlir xəmir xörəklər yəqin ki. Artıq çəkidən əziyyət çəkənlər isə qış aylarında yağlı qidalardan uzaq durub immunitet sistemini gücləndirən qidalara üstünlük verməlidir. Onlar hər gün yüngül salatlar, tərəvəzlər, cəfəri, ispanaq və turp kimi göyərtilərə üstünlük versələr, soyuq havadan qoruna bilərlər. Bədənimizi qızdırmaq üçün, immun sistemimizi möhkəmləndirmək üçün çəkini burada nəzərə almaq lazımdır. Çox insanlar deyir ki, qışda biz nə yeyək, qışda yemək. Xeyr, qış tərəvəzləri var, qış fəslinə xas olan tərəvəzlər. Bunlar nədir? Baxın, soğandır, sarımsaqdır, kökdür, çoğundurdur, boranıdır, kələmdir, gülkələm, brokoli, kabaçokdur. Bax, bunlardan istifadə eləməliyik ki, bunlar bol miqdarda vitaminlərlə, minerallarla, o cümlədən beta-karotin, vitamin A ilə zəngin olan tərəvəzlər də, hansı ki bunlar da bizim bədənimizi çox gözəl şəkildə həm belə deyək də qızdıracaq, həm də immun sistemimizin möhkəmlənməsinə gətirib çıxaracaq. Bədəni gücləndirən və enerji verən qidalara dəniz məhsulları, buğda, badam da daxildir. Həmçinin infeksiyalardan müdafiə olunmaq istəyirsinizsə hər gün qatıq yeyin. İndi deyəcəksiniz ki, danışmağa nə var ki? Qışda yeyib kökələk, sonra da necə arıqlayaq deyə dərs çəkək? Xeyr, əsla, niyyətimiz sizi kökəltmək deyil. Əksinə, qışda soyuğa dözümlü olmanız üçün sağlam qidalanmanıza yardım etməkdir. Ümid edirik ki, tövsiyələrimizi əməl etdikdən sonra soyuq havalarda üşüməyib, qışın ləzzətini çıxardacaqsınız. Fidan Əl-Heydər, Elvin Muradov, Zaru Bayramov, Lider TV. Mexanikadan avtomat qutuya keçəndən sonra avtomobilin idarə olunması əməlli başlı uşaq oyuncağına çevrildi. Can rahatlığı olan avtomat qutular imkan verdi ki, sürücülərin də sayı yağışdan sonraki göbələklər kimi günbəgün artsın. Amma elə ki, məsələ gəldi maşını park etməyə, bax burada məlum olur sürücünün ustalığı, məharəti. Dəqiqələrlə avtomobilini irəli geri verib yerbəyer etməyə çalışan kim, dörd yolda köndələn park eləyənlər kim. Elə buna görədir ki, bu cür park edənlər tez-tez biz jurnalistlərin və kreativ fikirli internet istifadəçilərin səhifələrində yer alır və belə paylaşmalarda rekord qırır. Belə maraqlı və bir o qədər də gülüş doğuran parkovka variantlarını siz də görüb ürəkdən gülmək istəyirsinizsə, onda Nurlanın sujetini diqqətlə izləyin. Bəlkə bundan sonra harda gəldi, necə gəldi park etməkdən ömürlük əl çəkdiniz. Şəhərin mərkəzində icazəli park yerlərində bu cür qarmaqarışıq vəziyyət varsa, demək qeyri-qanuni yerlərdə hansı vəziyyətin olduğunu düşünmək heç də çətin deyil. İnanırıq ki, sizə maraqlı kadrlar göstərə biləcək, odur ki, diqqətiniz bizdə olsun.
Qeyri-qanuni park etmə halları və özlərini haqlı çıxaran sürücüləri yəqin ki, vaxtaşırı müşahidə edirsiniz. Biz də bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək məqsədi ilə üz tutduq şəhərin müxtəlif küçə və prospektlərinə. Elə başlayaq bu Qazel markalı avtomobildən. Adətən yük üçün istiqamət olan avtomobil deyəsən pis vərdişindən əl çəkə bilmir. Bu avtomobil isə zənnimcə reklam çarxına çəkilməyə hazırlaşır. Uğurlar sənə. Yolları Mühafizə Xidmətinin avtomobilinin isə deyəsən problemi var. Belə olmasaydı, zibil qutuları onu ağuşuna almazdı. Yox, elə bilməyin bu parkamata pul ödəmədən avtomobil park edə bilərsiniz. Gözdən könüldən uzaq yer kimi görünsə də diqqətli olun. Səbail rayon Dövlət Yol Polisinin cərimə meydançası yaxınlığındasınız. Bu avtomobillər isə artıq yarım saatdır ki, avtobus gözləyirlər. Avtobusların vaxtlı-vaxtında gəlməməsindən yaman gileylənirlər. Bu kadrlara baxanda adamın lap ürəyi ağrıyır. Deyəsən bu avtomobilləri bir dəfəlik park ediblər. Bu köhnə və baxımsız avtomobillərin cavanlığı necə olub görəsən? Cavan demişkən, axı yollara həsrətlə baxan bu Alman avtomobili elə də köhnə deyil. Belə yerdə deyirləri, maşının da gərək adamı ola. Yoxsa belə yağsız, yanacaqsız, güzgüsüz, təkərsiz qalar. Bu avtomobil isə birazdan nərd masasına oturacaq. Tərəfdaşını gözləyir yəqin. Tək ki tərəfdaşı evakuator olmasın. Yoxsa bu avtomobil kimi gərək yedəkdə gedər. Hə, bir şeydə diqqətinizə çatdırım ki, bu kadrda piyada keçidi avtomobilin altına girib. Sürücünün heç günahı yoxdur. Kasıbın malı gözünün qabağında olar deyimi bax bu avtomobilə aiddir. Bu kadrlar isə maşın bazarından, yox, şəhərin küçələrindəndir. Yol qırağına muncuq kimi düzülüblər. Amma elə bil muncuğun dağılmış formasıdır desək daha doğru olar. Bugünlük bizdən bu qədər. Kimin haqlı, kimin haqsız olduğuna da siz qərar verin. Nurlan Vilayətoğlu, Turab Məmmədov, Elşad Məmmədov, Lider TV. Bu yaponlar texnika və informasiya texnologiyaları sahəsində öz sözlərini deyirlər də kişi kimi. Nədir? Bəyən maşın, soyuducu, televizor ya da mobil telefon alanda yapon markalarına üstünlük vermirik? Nəysə, sözümün canı onda deyil. Bugün sizə nə avtomobil, nə də LED ekran satmaq fikrindəyik. Çünki bizim məqsədimiz sizləri əyləndirmək və məlumatlandırmaqdır. Elə buna görə də siz tamaşaçılara yapon nəbatətindən danışmaq istəyirik. Yox, nə yapon imperator bağlarından, nə də füsunkar sakuradan. Bu dəfə banzai sənətindən bəhs edəcəyik. Bilirəm, indi aranızda banzai nədir? Bu nə deməkdir? Söyləyənləriniz də olacaq, evdə bişməyib, qonşudan gəlməyib deyənləriniz də. Eybi yox, ölməmişik ki. Bu haqda da ətraflı öyrənəcəksiniz. Kimdən? Əməkdaşımız Leyladan. Bəli, bu gördüyünüz bansaydır. Əminəm çoxunuz hələ də heyrətlə baxır. Hə, maraqlı gəldisə, başlayaq. Banzai xüsusi texnika ilə ağacın dibcə içərisində budanaraq böyüdülməsi sənətidir. Banzai Çin dilindəki peyzaj sözündən götürülüb. Bu miniatür ağacların tarixi isə olduqca qədim, eradan əvvələ kimi gedib çıxır. Ölkəmizdə banzai sənəti ilə məşğul olanlar barmaqla sayılacaq qədər olsa da var. Arif İsmailov belələrindəndir. İllərini bu sənətə həsr edən Arif bəyin fikrincə, heç də hər kəs bu ağacları yetişdirə bilməz. Bu bansainin adı karmonadır. Bundan məsəl üçün bir balaca bir budağı götürürlər əvvəlcə. Yumşaq olan vaxtında həmin bu gövdə yumşaq olan vaxtında məftillərlə bunu əyib belə bir şəklə salırlar. Öz istədiyimiz kimi əyib. Bəli. Ondan sonra deməli başlayırlar bunu əkirlər torpağa. Torpağı bir neçə cür torpaq deməli növlərindən olur. Məsələn, torf, iki cür torf, qara torf, boz torf. Yəni ki, yuxarı hissə torf, bir də aşağı hissə torf. Onlardan olur. Bir qədər iri dənavər qum və gilli torpaq. Bunlardan istifadə olunur. Bansaylar miniatür olsa da ətrafımızda gördüyümüz ağaclardan demək olar ki, heç bir fərqi yoxdur. Diqqətlə seçilən budaqlar budanaraq və yetişdirilərək miniatür ağac formasını alır.
Arif İsmailov deyir, bu ağacları böyütmək istəyənlərin ən çox etdiyi səhv banzai üçün nəzərdə tutulan ağac, kol və ya bitki növünü dərhal dar bir qaba bastırılmasıdır. Bu istənilən nəticəyə çata bilməmək və hətta bitkinin məhvinə səbəb ola bilər. Əsasən su vermək. Suyu biz əgər düz verməsək, bonsaiın yarpaqları həmin qaydada tez bir zamanda tökülməyə başlayacaq. Necə, qaydası necədir su vermək? Məsələn, biz bir dərin bir qab götürürük və bu bonsayı yarısından daha çox suyun içərisinə soxuruq. Qalırıq suyun içində. 2 saat, 3 saat, ta o qədər ki, bu deməli əlimizlə vuranda hiss edirik ki, orada nəm var. Banzayın ağac və kol növləri olsa da çox bilinən ev bitkiləri də banzay edilir. Bunlardan ən məşhuru fikus bitkisidir. Ən kiçik növü mame adlandırılan banzayların boyu təxminən 15 sm olur. Bu ağaclar böyük şəhərlərdə insanların təbiətə olan ehtiyaclarını miniatür şəkildə ödəmək üçün yaradılıb. Hər bir bitki özü ilə bərabər otağa həm görüntü olaraq, həm belə deyək də insanlara qəbul elədiyi oksigenlə bağlı böyük bir təsir göstərir. Təbii ki, biz bunu dana bilməliyik. Bundan əlavə də miniatür ağaclar bizə hansı cür təsir edir, onu da deyim. Yaşıl rəng ümumiyyətlə insana huzur verən, insanı dincəldən, sakitləşdirən bir rəngdir və otaqlarda da bu bitkilərdən istifadə eləməklə o otaqdakı auranı yüngülləşdirmək istəyirəm olur. Ev yaxud ofis, fərqi yoxdur. Olduğunuz yeri təbiətə yaxınlaşdırmaq istəyirsinizsə, bu zaman banzaylar köməyinizə gələcək. Hər zaman təbiətə və estetikaya yaxın olmağınız diləyilə Leyla Abbasova, Ceyhun Mustafayev, Lider TV. Rəqs etməyi sevirsiniz? Bəs idmanla məşğul olmağı? Bəs sevdiyiniz bu iki məşğuliyyəti bir arada görməyə necə? Sizcə mümkündürmü? Bəli, bu mümkündür. Düzü breakdans barədə çoxdan eşitmişdim. Bir zamanlar xeyli məşhur olan bu rəqs öz robot elementləri ilə gəncləri cəlb edərdi. Elə indi də belədir. Amma son zamanlar daha çox yeniyetmələr parkur və trikking kimi az qala akrobatik hərəkətlər toplusu olan rəqslərə maraq göstərirlər. Dağ, daş, dərə, təpə, hündür, alçaq demədən lap off-road maşınları kimi özlərini ora-bura vuran bu gənclər hər kəsi öz hərəkətləri ilə heyrətləndirirlər. Deyəsən bizim Vüqar da özünü yeniyetmə sayır axı. Elə o da bu heyrətlinin izi ilə gedib düşüb trikinglə məşğul olanların arasına. Nə baş olay Vüqar? Əlini ayağını ısındırarsan, qalarıq sujetsiz. Tamaşaçılarımızı öz sənətindən məhrum eləmə qardaş. Triking döyüş sənətində, akrobatikada, gimnastikada və breakdansda istifadə olunan idman hərəkətlərinin qarışığıdır. Trikinglə məşğul olanlara trikkerlər deyilir. Onlar da öz növbəsində iki yerə bölünür. Kickerlər və twisterlər. Birincilər tullanma, ikincilər isə fırlanma hərəkətlərinə üstünlük verirlər. Triking 20-ci əsrin sonlarında yaranıb sürətlə inkişaf etməyə başladı. Bu yenilik qısa müddətdə internet vasitəsilə insanları cəlb etməyə bacardı. Dünyanın bir çox ölkələrində triking üzrə yarışlar, müxtəlif şoular göstərilir. Məqsəd isə bu sahənin inkişafı və insanların bu idman növünə marağı artırmaqdır. Dünyada olduğu kimi bizim ölkədə də triking inkişaf etməkdədir. Elçin Mürsəlov və onun komandası uzun illərdir bu sənətlə peşəkar səviyyədə məşğul olurlar. Onlar bu küçə idman növünün sirlərinə uşaqlıqdan yiyələniblər. Triking parkurdan və digər idman növlərindən fərqli cəhətləri çoxdur. Triking ümumiyyətlə bir çox idman növünün birləşməsindən yaranıb, hansı ki əsas idman növlərindən parkurdur, kung-fudur, uşudur, taekvondodur, kapoeiradır, bir çox idman növlərinin birləşməsindən yaranıb və döyüş sənətləri idman növlərində xüsusi rol tutur. Adətən pokazatelli idman növüdür, yəni göstəriş formalı bir idman növüdür. Onların hər biri üçün triking həyatlarının bir parçası yaşam tərzidir. Onlar məşğuliyyətlərindən xüsusi zövq alırlar. Bu hərəkətləri öyrənmək üçün gərək fiziki cəhətdən güclü olasan və təməl elementlərini yaxşı mənimsəyəsən. İlk dəfə əlbəttə hamı üçün çətinlik olur, amma getdikcə düzəlir yəni. Gərək bir də ki, bir müddət yoxdur ki, necə öyrənərsən, neçə ay öyrənərsən, elə bir müddət yoxdur bizdə. Çünki hərəkətlərin sayıları yoxdur deyə, məhdudiyyət yoxdur. Yəni limitsizdir bir sözlə, hərəkətlərin sayı orada. Ona görə də aparır, elə vaxt aparır. Yəni həvəslə məşq edirsən,
Yəni bu işi özü bağlasan, yaxşı nəticə əldə edə biləcəksən. Trekkinglə məşğul olmaq üçün ilk öncə fiziki güc lazımdır, elastiklik lazımdır, həvəs lazımdır. Ən çox lazım olan həvəsdir. Bunlar lazımdır yəni. Bir də hansısa idman növü ilə məşğul olmaqda, yəni birdən-birə gəlib trekkingə başlamaq biraz çətin olur. Elçin Mürsəlov və onun komandası trekkingdə yeni özünə məxsus fənlər işlədirlər. Qeyri-adi və ağlasılmaz hərəkətlər kənardan izləyənlərə belə, necə deyərlər, ürəklərini, ağızlarını gətirməyə, onlara adrenalin yaşatmağa qadirdir. Parkur ayrı idman növüdür, kapoeira ayrı idman növüdür. Trekking bunları ümumiyyətlə cəmləndirir. Bir trekker parkur da bacarır, kapoeira da bacarır, kung fu da bacarır, uşu da bacarır, döyüş də bacarır, hər bir şey bacarır. Amma bir parkurçu trekker kimi hərəkətlər eləyə bilməz. Bir kapoeirist trekker kimi hərəkətlər eləyə bilməz. Bugün trekking həm azad, qeyri-rəsmi hərəkətlər kimi, həm də idman növü kimi çox məşhurdur. Trekking insanda gücü, çevikliyi, koordinasiyanı və dözümlüyü inkişaf etdirir. Onu da deyim ki, bu idman növündən çox həyat tərzidir. Yəqin ki, bizə baxanlar trekking haqqında yetərli məlumat ala bilirlər. Əgər süjetimizə baxıb trekkinglə məşğul olmaq həvəsinə düşsəz, çalışın ən sadə hərəkətlərlə başlayın və biraz da diqqətli olun. Vüqar Səfərli, Zaur Bayramov, Lider TV. Yəqin ki, fikir vermişsiniz, uşaqlar sirkdə klonlarla əhəlləşdirilmiş heyvanlara daha çox maraq göstərirlər. Deyirəm, atları, meymunları, itləri əhəlləşdirməyi başa düşürəm. Amma bu şiri, dəvəni, fili başa düşmürəm də. Hərdən bu sirk ustalarının işini əməlli başda həsəd aparıram. Hələ ilanlarla nömrələr göstərən təlimçilərdən danışmıram. Bəs heç bu soyuqqanlı heyvanların həm də melaman olduğunu necə bilirdinizmi? Özü də onların sümüyünə yalnız tütəyə bası düşür. Həsir səbətdən çıxaraq özünə məxsus rəqsini ifa edən ilanları öz gözlərimlə görmüşəm. Nəysə, ilandan söz düşəndə deyirlər, gərək onu lənətləyəsən. Atalar əbəs yerə deməyib ki, ilanın ağına da lənət, qarasına da. Növbəti süjetimizdə elə sürünənlərin necə deyərlər bu təmsilçilərinə aiddir. Dünyada sürünən heyvanların 6000-dən çox növü yaşayır ki, onların 2700 ilanların payına düşür. Ölkəmizdə isə bu ilanların cəmi 25 növünə rast gələ bilərik. Ümumilikdə isə ilanlar xüsusiyyətlərinə görə iki yerə bölünür: zəhərli və zəhərsiz. Belə zəhərsiz ilanlardan biri də pitondur. Hazırda boynunda gördüyünüz bax bu ilanın adı tigrandır. 5 yaşı var tigranın və təxminən də 20-25 kiloqram çəkisi olar. 2 həftədən bir qidalanan ilanlar, ümumiyyətlə pitonlar zəhərsiz olur və demək öz yemini də sancaraq yox, boğaraq qətlə yetirirlər. Yaşadıkları müddət ərzində zaman-zaman dərilərini dəyişən gürzələrə diqqət yetirsək, bu mərhələdə onların böyüməsini də asanlıqla görmək olar. İl ərzində 2 və ya 4 dəfə dərisini dəyişən ilanlar bu müddətdə daha çox qapalı yerlərə üst tuturlar. Dəri baş hissədən soyulmağa başlayır. Bu proses bir çox virus və xırda həşəratlardan xilas olma rolunu daşıyır. İlanların digər özəlliyi isə bir dəfəyə 6-25 yumurta qoymalarıdır. Qoyulmuş yumurtaların 55-50%, bəzi halda 60%, bəzi halda ola bilər lap az bir faizi yumurtadan balalar çıxır və o balalar artıq yetkin formaya, yetkin fərdə bənzər quruluşa malikdir. İlansa, ilan yumurtası ilandan söhbət edirsə, hazır həyat tərzi üçün tam hazır yetkin ilan körpəsidir və sərbəst yaşamaq üçün də hər bir imkanı, deməli, inkişaf səviyyəsinə çatmış bir ilandır. O sadəcə hətta zəhərli ilansa, onun balası, körpəsi yumurtadan çıxan əmdən zəhərlidir. İki hissəyə ayrılan ilan dili su və qida mənbələrini müəyyən etmək üçün çox vaxt çöldə olur. Bu canlılar müxtəlif cür qidalarla bəslənirlər. Siçovul, dovşan, xərçə, yumurta və s. Gözləri xüsusi pərdə ilə örtülən ilanlar hər hansı hərəkəti qaraltı ilə müəyyən edirlər. Ay bala, nə olur sənə Xədicə? Sənə ayıqlar! Məşhur filmdən bu fraqmenti yəqin ki, xatırladınız. Həmişə olmasa da kətdə kəsəkdə, həyətdə bacada bu cür hallarla üzləşə bilərik. Dərhal təşvişə düşmək gərək deyil. Həyatı təhlükəni adlamaq üçün ilan çaldığı nahiyəni yuxarı hissədən kəmər və ya hər hansı bir iplə sıxmaq gərəkdir. Bununla siz zəhərin yayılmasının qarşısını almış olacaqsınız. Unutmayın ki, xəstə yarım saat ərzində xəstəxanaya çatdırılmalıdır. Həkim terapevt deyir ki, ilan zəhərinin qarşısı sən demə elə öz zəhəri ilə alınır. Ancaq doza dərmanı zəhər eləyir, zəhəri dərman eləyir. Xüsusi müəssisələrdə kiçik dozalardan başlayaraq
atlara ilan zəhərini yeridirlər və artıq atın həmin ilan zəhərinə qarşı tolerantlığı əmələ gəlir. Belə ki, onların qanında zəhərə qarşı antitellər, anticisimlər, əks-cisimlər əmələ gəlir. Və onun qanından zərdab hazırlanır. İlan vurmuş adama həmin zərdabı vurduqda, yəni həmin zəhərin əleyhinə olan zərdabı vurduqda artıq zəhərə parçalanır və onun orqanizmə toksik təsirinin qarşısı alınır. Və siz heç bilirsinizmi ki, gördükdə qorxub qaçdığımız, bəzən də öldürmək istədiyimiz ilanların zəhəri müalicəvi əhəmiyyət daşıyır. Bəli, tibb sahəsində geniş istifadə olunan gürzə zəhəri insanlara şəfa vermə gücünə malikdir. Bu gün medisinada təbabətli istifadə olunan ağrıkəsici məlhəmlər, kremlər, mazlar, osteoxondroz, nevrit, nevrologiya, revmatizma, müxtəlif oynaq sisteminin ağrılarında istifadə olunan məlhəmlərin bir çoxlarında məhz ilan zəhərindən istifadə olunur. İllər öncə ölkəmizdə ilanlara xüsusi diqqət yetirilib. Hətta xüsusi laboratoriyalar belə fəaliyyət göstərib ki, orada dərman kimi istifadə etmək üçün gürzə zəhəri toplanaraq dərmanlar hazırlanıb. Son dövrlər isə ilan zəhərindən hətta xərçəng xəstəliklərinin müalicəsində də istifadə olunur. Deməli, qədəhə dolanmış ilan əbəs yerə tibbin rəmzi sayılmır. Odur ki, ilanı görər-görməz dərhal öldürməyə tələsməyin. Bəlkə məhz həmin canlının zəhəri kiməsə şəfa ola bilər. Hər birinizə sağlamlıq diləyi ilə Könül Rafiq qızı Ülvi Kərimov, Rahim Mustafayev, Lider TV. Beləcə gəlib çatdıq daha bir verilişin sonuna. Bugünlük sizlərlə sağollaşırıq. Özünüzə yaxşı baxın ki, sabah eyni vaxtda, eyni məkanda yenidən görüşə bilək. Bizdən bu qədər. Sağ olun, salamat qalın. Kök düşürəm mən. Çox oxuyan çox çaşar. Tormuzlaşma gedir məndə bu günlərim ümumiyyətlə başdan ayağa. O mahnı mən bilmirəm, oxuyacağam. Oxu tarı oxu. Aşk bitti, geriye ne kaldı şimdi? Uçmağa yok kanadım, kızıl laledir adım. Gönül düzü bezerem, bezerem ben bezerem. Yoruldum.